Cəlilabadın Maşlıq kəndinin bərbad yolları ilə bağlı video sujet efirimizdə yayımlandıqdan sonra Cəlilabad rayon Muğan Bələdiyyəsinin əməkdaşı qaynar xəttimizlə əlaqə saxlayaraq vətəndaş Alişanov Nizaminin səsləndirdiyi iddiaları əsassız adlandırdı. Qurum işçisi qeyd etdi ki, sözgedən yol Maşlıq kəndinin kənar yolu hesab olunur. 15-20 il ərzində həmin yolda heç bir təmir bərpa işləri aparılmayıb. Lakin hazırki bələdiyyə sədri Amalia Əmənova yola 12 maşın daş tökdürüb təmir etdirib. Görüntüləri də kanalımıza göndərən bələdiyyə işçisi vətəndaşların görülən işlərdən razı qaldığını da qeyd edir. 30 ildir bərbad vəziyyətdədir. Yeni bələdiyyəmizə təşəkkür edirik. İcra nümayəndəsinə təşəkkür edirik. Bu işləri düzgün görürsün. 30 ildir biz əziyyət çəkir yol sahibləri. Sağ olsunlar. Bundan qabaq bizə elektrik sahibləri transformatorları qurdular. İndi də bu yolu düzəldirlər. Allah köməklər olsun. Allah hamımıza razı olsun. Sağ olun, var olun. Bunlar da qəbul Bana başlayana təşəkkür ediyoruz. Sağ olun. Maşın buradan keçəndə maşının qapısından su girirdi maşının içine. Allah bunun canı salamat eləsin. Allah kömək olsun. Allah canı salamat eləsin. Yola